Təsəvvür edin ki, obyekt deyəndə mən nəzərdə tuturam insan, hadisə. Təsəvvür edin ki, obyekt konstruktordur. Lego dəstidir. Masa üzərində eyni detallar tökülüb. O detallar dəyişmir. Eynidir. O detallardan sən bir dəfə qorxulu bir qala tikə bilərsən. Çox sevimli, şirin bir evdə tikə bilərsən. Və bax, beynimiz də tam olaraq bunu edir. Dünyada baş verən hadisələr və ya qarşımızdakı əşyalar sadəcə detallardır. Sən onları beynində necə birləşdirirsənsə, necə yığırsansa, reallıq da elə olur. Nümunə, yağışlı hava nümunəsi. Çöldə hava yağışlı və buludlu. Birinci variant zövq verməyən yığım. Beynin bunu belə yığır. Yenə palçıq, yenə tıxac, probka, ürəyim sıxılır, günün bərbad keçəcək. Nəticə, keyfin pozulur. Obyekt sənə əzab verir. İkinci variant, xoşuna gələn yığım. Eyni beyin obyekti başqa cür yığır. Nə gözəl romantik havadır. Nə yaxşı oldu ki, yağış yağdı, evdə oturaram, bir fincan kofe içərəm. Çox gözəl bəhanə oldu ki, evdə oturum, isti kofe içim. Nəticə, rahatlıq və zövq alırsan. İnsan münasibətlər nümunəsi. Rəis və ya dostun səndən belə bir soyuq mesaj yazır. Sabah otağıma gəl. Qorxuyla yığılan reallıq. Bəs salam, nəsə mən səhv etmişəm. Məni də anlayacaq və işdən çıxaracaq. Obyekti sən negativ yaratdın. Bədənin stres keçirtdi. Konstruktoru maraqlı yığırsan. Legonu. Tutalım. Yəqin bir layihə var, mənimlə müzakirə etmək istəyir. Obyekt pozitiv yarandı. Daxili rahatçılıq. Xarici aləmdə bir şeyləri dəyişmək üçün cabalamaq lazım deyil və buna ehtiyac da yoxdur. Çünki obyekt neytral. Nə yaxşı, nə də pis. O obyektdə dadı, sevinci, rəngi, qorxunu verən sənin diqqətindir. Sən diqqətini necə yönəldirsən, hara yönəldirsən, obyekt o materialdan yığılır. Əgər daxildə bunu bəyənmək istəyin varsa, beynin dərhal o obyektin içindən sənə zövq verəcək detalları seçib ön plana çıxaracaq və çıxarır. Yəni, dünyanı dəyişə bilmirsən, onu yenidən montaj et. Seçimin sənindir.